Verilişin baş sponsoru Sesso Aristokrat, sponsorlar Ruski Vkus və AF Yaşayış Kompleksi. Bu da bizim doğma Bakıdan 350 kilometr aralıda yerləşən Qədim Gəncə. Bakıdan sonra ikinci ən böyük şəhər. Bu şəhərin günü-gündən gözəlləşdiyi bir dövrdə qəhrəmanlarımız Şəmi və Şöşü burada ayaq basdılar. Xeyirdə və şərdə qohumlarının yanında olan xala oğlular bu dəfə fəlakətin köməyinə çatdılar. Gəncə Xeyli meyxoş olmuşam Asta sür, asta sür İndi sərxoş olmuşam Asta sür, asta sür Nə vaxt eşitsən səsini Tanı bu Gəncə ləhcəsini Fırat ağali kəlməsini Hər yana bildirməliyəm Gəncəliyəm Niyə elə gic kimi siqnal verirsən bayaqdan, ha Şöşü? Bilmirsən bəs, Gəncədə belə bir adət var. Bura çatdın, burada bir dənə salam verirsən camiyə. Ondan sonra sürüb gedirsən. Nə danışırsan? Vay, onda qoy bir dənə salam da mən verim də. O da salam verdi, deyəm də. Ağali sürün ona və belə olmaz axı, baxı. Kim nə? Kim də? Daldan siqnal verən bu şey sən. Sür, sür. Şaşıdı şaşı, şəmidir şəmi Fəlakət fəlakət edir Sizə hər kəs diqqət edir Kim baxırsa ləzzət edir Şaşıdı şaşı, şəmidir şəmi Şaşıdı şaşı, şəmidir şəmi Maşallah, nə qəşəngdir, hə Şöşü? Nə gözəl. Bax, bütün yol sənə deyirdim, ha, Nizaminin məqbərəsi. Bax, buradır da, bir gəl bir şəklini çəkeyim, bir orada, Facebook, Nizaminin nəyi? Məqbərə. Məqbərə nə da Şəmi? Bəy, Nizam Gəncəvini tanımırsan sən? Tanıyıram bana, meyxana deyəm. Orada bura danışma, hə? Nə olur? Eşitməmsən, Leyli Məcnun, Xosrov Şirin, Sirlər Xəzinəsi, Yeddi Gözəl, İskəndərnamə, bunların heç birini eşitməmsən sən? Şəmi, sən bunların hamısını harada oxuyursan? Deyirəm, orada burada danışmayacağım, o vaxtı maşınsız vaxtlarımda, bu Nizam metrosu yoxdur Bakıda. O vaxt orada qatar gözləyəndə, orada da divarda yazılıb baxı hər şeyi. Bu kişinin adına verir. Fürsətdən istifadə edirdim də. Mən tüpay, hər yadıma düşəndə nə dediyini bilim. O yoldan gələ-gələ kitablar, zatlar hamısı buymuş. Bəs yol boyu mən sənə nə başa salıram, ay Şöşü, nə danışıram bəs sən yol boyu? Mən də deyirəm, kitabın heykəlim olar. Özdə bir dənə yox, 5 dənə kitab nə boydu, amma qəşəngcə. Davay şəklini çəkeyim, gedək fəlakətin atası gözləyir bizi, davay. Qısaç, fəlakətin atası demişkən, elə yolda anekdotlarla, zatlarla başımı fikirdim. Fəlakətin atası xeyr olay bura, nə söhbətdir? Əslində uzun söhbətdir Şöşü, prosta indi qısa olaraq deyim də sənə də. Deməli, fəlakətin atası, indi o da 10 tayıdda hardasan, o biraz axsaqqal tayıdda, bu tsunami kişi. O vaxtı bunların babasından bir torpaq qalıb, Gəncədə babası yaşayıb, torpaq verib buna. Fəlakət də gedib, hay, huy, nə qayrıb, neyniyib, əla deyə cəmatın başını pişirib, bu torpaq sahəsini dədəsinin əlindən alıb keçirdi öz adına. Nətər eləyib, nə qayrıb, indi dədəsi də zəngilib ki, ay Şəmi, bizim nəsildə baz brutlu, sözü keçən, samballı, oxumuş, təhsilli, nə bilim, vitfasonlu kişi varsa bir dənə sənsən. Bu söhbəti ancaq sən həll eləyə bilərsən. Ona görə də biz gəlmişik Gəncəyə ki, bu söhbəti həll eləyək. İndi görək, çaq-çıq da olsa qəşəng olacaq. Instagrama da qoyaq.
Hə, bu park indi gəlmişik də gəzdirirəm səni. Prosta başa salım ki, indi mən oradan buradan maraqlanmışam. Bu park dünyanın 5 dənə böyük parkı varsa, biri də bu Gəncənin bu parkıdır. Yəni mən inanırsan da sən mənə yəqin ki. Həqiqi deyirəm ha, şoş bu. Bu park o qədər böyük parkdır ki, deməli bu günləri çıxırsan buradan, elə bu qapılar bu Zəfər tağından, hə, buradan çıxdın, 3 gün 3 gecə yol getməlisən ki, parkın axırına çatırsan. Yəni o boyda. Vay. Hə, baba özünlə yemək zat götürürsən, isti termosda çay zat götürürsən ki, indi qışdır da yolda lazım olar, hə. Kimdir? Alo. Alo. Kimdir? Alo. Bu hə. Yenə o fəlakət. Hə, fəlakətin dədəsidir. Hə, dənə hardasan? Dəli Məmmədlidə? Yaxşı. Trubkanı verirəm şöşüyə, hər şeyi başa sal. Nətər lazımdır biz qarşılayacağıq. Gözlə. Sınavdaydı. Hə. Alo, salam mələkə. Hə. Satırsan? Gəlirik, qarşılayırıq. Sən Dəli Məmmədliyə gəlirsən, Rusiyaya gəl. Deyirdim, mən Rusiyaya gedirəm, hara çatır? Bir dəqiqə ver. Ay kişi, Dəli Məmmədlən düppələn düz gəlsən, sonra Gəncə stansiyası. Gedək stansiyada qarşılayaq bir dəfəlik. Yaxşı, gəlirik vağzala. Heç yerə getmə. Gəlirik. Şəmidir danışan. Mən idim, nə zəng eləyəm, bayaq biz səndən danışmışdıq. Yaxşı, vagondan düşmə ha, yaxşı. Biz gəlməmiş vagondan düşmə. Davay. Gəl. Bu adam olmadılar da, bunlar nəsillikçi. Hər dəfə sənə demişəm ki, şöşü, bu parkların içinə maşın sürmə. Orada spesialni parkovka üçün yerlər var. Xəttlər qoyulub ki, ay Cahammat, maşınınızı burada saxlayın, parkın içində saxlamayın. Bu boyda park olar səndə. Yaxşı görək şöşü, bir gün sənə görə, bax, məni qandallayıb aparanda onda deyəcəm. Burada futbol oynamaq olar, Ayşəm. Deyən görüm, az danış, fəlakət axtar mən üçün. O fəlakət həmişə bizim başımızı oynasın. Bu boyda Gəncədən deyən fəlakət axtar. 2 dənə bığlı kişi düşüb ortalığa, hansı... Hardan gəlir, hə? Arama! Fəlakət! Fəlakət! Pırpız başladı, sən orada neynirsən? Burada neynirsən? Salam bələkət, nətərsən? kimi avara deyiləm, amma mən dəyişilmişəm, biraz başqa cür olmuşam. Nətər olmuşsan? Mən iş adamıyam, mən vaxtımı almayayım. Burada qapı satıram mən, eşdən sex açmışam, qapı satıram. Nə deyirəm? Allanmaz, evdə danlanmaz, qapı satıram. Nə qapısı satırsan, sən başın xarab olub, bu tarixi abidədir, bu Gəncənin rəmzlərindən biridir, sən gitsən. Mən satıram da, bu Gəncə qapısı yoxdur, Gəncə qapısı. Buranı satıram da, mən gör, neçə ildir bu işlə məşğulam, mən o gün dedilər ki, mən gör, neçə ildir bu işlə məşğulam. Neçə ildir işlə məşğulsan? Neçə ildir də bu işlə məşğulam, neçə ildir? Neçə? Mən də səndən soruşam da, gör, neçə ildir mən bu işlə məşğulam. Sən tupoysan da sən, bu Gəncənin giriş qapısı da. Mən bilirəm də satıram. Mən bilsən nə qədər belə tırla qapılar satmışam. Axırıncı da bu qalıb, eşsən məni. Bu qapı özdə, eşsən bu qapı elə belə qapı deyil ha. Mənim o babam var idi da, tanıyırdın o babam var idi. Ha, babam. Sənin babanı hamı tanıyır. Keçən dəfə öyrəndim, səndə mənim babam da olub da, babam da olub. O vaxtı o dilimin ucundadır, o xanın adı nə idi? Xanın adı nə idi? O Cavad xan. Cavad xan. O vaxtı Cavad xan bura hücum eləyəndə bu babam da burada olub da, babam nətər olsa burada olub. Deyir bu qapını neçəyə verərsən bana? Babama deyir, babama. Babam deyir ki, satmıram. Babam deyir, Fəlakət. Allah babana rəhmət eləsin, çox gözəl kişidir. Yox, keçən dəfə öyrəndim, deyir babam ölməyib. Babam ölməyib, keçən dəfə. Yaxşı, Allah canı sağ eləsin. Baban çox gözəl kişi olub. Biz bura tamam başqa bir məqsəd üçün gəlmişik. Mən də bilirəm. Şöşü, bir danışdığına bir də görək. Sənin dədən gəlib. Dədənlə nə problemin var sənin? O boyda kişini Ursiyyətdən bura gətirsən. Kimin dədəsi gəlib, Kimin dədəsi? Sən haranın zibilisən ki, torpaq çeylirsən? Ağza gəl elədi asan. Mənim papam var, mənim dədəm var, mənim atam var, Məni o keçən dəfə öyrəndim da, mən keçən dəfə öyrəndim. Məni o uşaq evindən götürüblər, mənim deyir şeydən yüklüyüblər məni, nədir onun adı? MP3 qaçar. MP3 qaçardan adam yüklüyürlər, O şeydən yüklüyüblər məni, YouTube'dan yüklüyürlər, YouTube yoxdur proqram.
Dəqiqləşdirdim qara. Sən bizi dolayıbsan, heç özünü dolayıbsan. Fəlakət, qulaq as, eşidirsən? O kişi gəlib, burada torpaq məsələsidir, aranızda nə bilim, nə problem olur. Kişinin torpağını mənimsəmirsən, gedib nə bilim, saxta... Kişi deyirəm, mənim atam yoxdur, deyir o kişi gəlib. Dədəmdir, nətən atam yoxdur. Deyirəm, yoxdur, deyir atam yoxdur, deyir atamdır. Mən sana deyirəm, atam yoxdur, deyirsən atamdır. Fəlakət, Tsunami kimdir? Tsunami. Kimdir, Tsunami kimdir? Sənin dədəndir, Tsunami kişi. Onda mənim eşitsən, mənim atamdır, Ata deyil, ata bilirsən nədir? Ata. Onda məni anladıqlar, ki, sənin atan yoxdur. Gör, məni nətər anladıqlar, O ata o şeydir, o ata o adamın qayğısına qalır. Ay sağ ol. O böyüdür, başa çatdırır. Ay sağ ol. Atadır da o, ata. Ata o şeydir də, o süd verir eləyir, o atadır. Fəlakət. O atadırsa, eşitsən, o atadır. O atadırsa, onda ondan mən torpaq söhbət eləyim də, Eləmirsən uca torpaq söhbəti. Keçirtmirsən öz adına. Yadıma düşdü. Keçən dəfə gizli nömrədən zəng gəlmişdi. Dedi sənin atandır. Elə bildim mən də məsələni, adboy verdim. O mənim atamdır. Gəl gedək. Bir yerdə o söhbəti həll eləyək. Gəl. Mən buradayım. Eşitsən, bu qapını satım, gəlirəm. Özdə deyirlər mənim atam gəlib. Deyirlər mənim atam. Bu qapı satılmır. Gəl, ay qoy gedək. Yox, buradayım, satıram. Hərdə giz tupoy, adam var, gəlib bizə rəst verir. Şirin, nətərsən, neyinirsən? Necə gedir işlər? Yaxşısan? Başa vuram 2 yeməsin üçün. Yaxşı, bax, keçən dəfə 50 kilo əvəzinə 48 kilo vermirsən, müştəri narazılıq eləyir. Şirində belə şey ola bilməz. Hərdən ola bilər, bir dənə, 2 dənə atamarsın. Bir dənə, 2 dənə dörə, 2 kilodan gedir söhbət, 3 kilodan gedir söhbət. Və elə şey ömrü var. Baxırsan, görürsən onu. Ay, sağ ol, baxırıq, bütün gün nəzarət edirik bütün işçilərə. Ona görə də səndən tələbimiz odur ki, düz işdə, düz əməlli işdə. Bax, burada görürsən, hamısı standart, eyni qaydada paklaşdırırsan, paket eləyirsən və salam. Ondan sonra da göndərirsən, sən nə tapşırmışıq? Maşınlara yüklürsən. Başa düşdün? Yolda da işdir birdən, yenə də görsəm, sən çörəyin arasına kalbasa qoyub yeyirsən, ya kiməsə kalbasa verirsən, sayska verirsən. Şirin, özündən küs. Başa düşdün? Bu ruski fukusu yeməmək ola. Yaxşı. Bir dağına bax. Yaxşı, götür. Deyən, gəl lazım verim. Yekirəm maşına. Giz danışır burada mənim üçün. Sən də şu... Buyur. Mən cəmaata deyirəm ki, burada sən kalbasa yemə, sayska yemə, bu mənim yanıb şey yiyir. Başın xarab olub şöşü. Bunun dadı elədir ki, dayanmaq olmuyor, yazıq uşaq düz deyir. Yaxşı, nə... Bunu özdə 1000 dəfə demişəm. Bura yox. Kalbasanın üstünə lazımdır, üstünə. Sponsor Ruski Vkus. Ay şöşü. Oranı da şey yaz. Akif müəllim. Tərlan müəllim. Bir də ki, Cümşüd müəllim. O, Babək müəllim qardaş. Onların hamısını yaz, ay sol. Qabağında plus qoy ki, yəni bu evlər alınıb. Evin üstündən yox, kağızın üstündən plus qoy, ay sol. Ay sol. Qoy ki, hər şey yazılıb, hər şey alınıb. Kim soruşsa, denən bax bu hissə gedib, bu tərəf gedib, bu deyil. Denən ancaq binalarda qalır. Yaxşı. Futbol meydançasının yanı yoxdur. Futbol meydançasından da oradan deməli, meydançadan deməli 2 sot torpaq biz ayırmışıq. Uşaqlar orada futbol. Heç sot olmazdı, 2 sot oradan nə olacaq ki? Prosto biraz çəpəri zada salarlar, zabora salarlar, vəsə. 30 adı söz. Eşitirsən mi? O ev var ha, o stadion qırağındakını. Onu heç kimə vermə, yaxşı? Özündə Facebook az gir orada. Bütün günü bunları tuturam, adda klasik Facebook, qız pişirirlər. Sponsor AF Park Yaşayış Kompleksi.
Baş şu. O nədir? Abi çək otudur. Nə? Çək otur, Gəncə çək. Çək otu nədir? Elə. Ha? Hə, çək otu da çaya qatıb. Hə, Bakıda kək otu yox idi, sən gəlib Gəncədən kək otu alırsan. Hə, Gəncə çək otu ayrı şeydir. Hə, arada səndən elə git şeylər çıxır, ha şu. Gəl dana gəl, düşmüşəm Gəncənin vağzalına, nə var, tsunami gələcək. Hadi, yaxşıdan, hadi. Buradan gələcək. Gözlə görə elə harda qaldı, hə, bunlar, hə? Bu fəlakətin nəslində bir dənə ağsaqqal adam yoxdur, bu cəhənnəmi həll eləsin, düşmüşük ortalığı ikimizdə. Ağzında fəlakət deyirsən, fəlakət gör onun babasıdır, atasıdır, qohum əqrəbası, ondan artıq olmayacaq ki. Fəlakətin bütün nəsli, bütün əqrəbası, hamısı bax belədirlər, şu, problemli insanlardır. Hamısı tupoy. O vaxtı bunun babası Şimşək dayı. Hə, bunun 200 dənə fermada inəyi var idi. Buna hamı gəlib deyirdi ki, ay Şimşək dayı, ay heç olmasa bunun bir südündən sağ, bir apar şəhərdə saat, elə. Deyirdi, yox, işiniz yoxdur. Gəlirdi hər gün əli ilə inəyin döşlərini belə eləyirdi ki, buradan nehrə yağı çıxacaq. Hansı o təmtərahla bastırdığımız muzika ilə zaddan, rəhmət. Yox, o babası döyülmüş ki. Fəlakət səhv salıb, babası döyülmüş. Bir həftədə ona yaz saxlayıb, nə bilim. Bu nə tupoy gədəymiş. Tupoy gədəymiş də bu. Həmişə başımıza oynasın, bizim. Harda qaldı, hə bu ya? Bu de, budur da la. Her kim gelir? Tsunami dayı, Gəncəyə xoş gəldin. Eşq olsun. Kavurma yox, nə qalsan, necə gəldin? Salam aleyküm. Bir gəl görə bir sifətinə baxaq görək elə sən. Normal adamdır hə bu, normal. Əvvəla qoy mən bir Şəminə Şoşuya zəng eləyim, onlar məni qarşılamalıdılar. Ay kişi, Şəminə Şoşu bizi tanımadı. Bizi, Şəminə Şoşu. Səni qoy onda zəng eləyim gəlməsinlər, ha? Mənə zəng eləyirsən, mənəm. Xoş gəldin sizi. Salam ay kişi, nə var, nə yox? Çox sağ ol oğlum, çox sağ olun, yaxşı. İşlərin, güclərin yaxşıdır. Babaqdır, Gəncə dəyişim o. Çıxıb getmirsən Rusiyyətə, yaddan çıxıb ki, fəlakət var, bizlər varıq, Şəmi var, Şoşu var. Gözəldir. Arada da zəng eləyirəm, sən muzikanı qoyursan orada, əla deyə yola verirsən mənə. Güzeli sen bizi tanımadın. Tanıdım, bir de Şoşu'yla Şəmi gələcək mi? Şoşu'yla Şəmi gələcək. Biz de Şəmi'yle Şoşu. Böyle hamısı başdan biləcək. Bəs demirdim Şoşu, bunlar hamısı belədir. Ağsaqqal, sənin o məsələni yüksək səviyyədə biz həll eləyəcəyik, o torpaq məsələsini. Gedək mi? Amma gedək, gəl buradan. Buradan? Sənə dedim. Get. Başladı. Tsunami müəllim, əvvəla xoş gördük sizi. Əvvəla adınızı eşitmişdik, nə bilim, bilirdik ki, bizim belə bir uzaq qohumumuz var. Bizim dostumuz, qardaşımız, fəlakətin belə atası var. Nəhayət gəldin, çıxdın. İndi o torpaq məsələniz ki var, biz bu işdə yardımçıyıq da sizə, indi bir yardım göstərəcəyik. Ona görə də mən bilən sizin atanız hədiyyə eləyibdi o torpağı, fəlakətin babası. O torpağı hədiyyə eləyib. İndi bölüşdürə bilməmisiniz, ata ilə oğul arasında nəsə bir qalmaqal yaşanıb. Çay mənə də görün bu nə çaydır. Nə tamı var, nə dadı var. Ay Şoşu, deyirəm, hayıfdır bizim kəndin çayı. Ay inanırsan mı, bu tərəfdən öyle girirsən, o tərəfdən diri çıxırsan, ağzında da bağlıq. Nədir? Bu çay, o çay... Bu bizim çay deyiləm, mən kəndin çayı. Bu ayrı çaydır. Bu fəlakət bunun yanında toya getməliymiş ki, böyle ağzına gəlir. Fəlakət havanın qodu bu da. Kimin toyuna gelir fəlakət? Nə toy, nə danış? Sənin oğlun fəlakətdə, Tsunami mi? Oğlum fəlakət. Kimdən qırğındasan, kimdən davadasan? Fəlakət. O mənim oğlumdur. Sənin oğlum. Yola ver, Şoşu, yola ver. Şoşu, müəllim deyir ki, çayın pisdir. Bir qəşən bir... Kəkot çayı. Oradan bir... Kəkotu deyəndə ki, bayaqları sən getdin aldın o yoldan. O kəkotundan biraz qat çayın içinə müəllim özü bilir də ağzında...
Çəkotu bahalı çəkotudur. Mən onu verənmərəm. O az eləyiblər Bakıdan mal. Bahalı. Sən nə vaxtdan şəhərdən, rayondan sən çəkotu alırsan? Gəncənin çəkotusu başqa çəkotu. Yaxşı görək çıxart, sən 50 qəpiyin söhbətini edirsən, Şöşü. Onsuz da üstündən bir baş çatmırsan. Nə başı, nə başsan, nə sən? Banka bağlanmır. Şöşü, çıxart oradan. Yaxşı görüm. Deyirəm, bu çəkotu ayrı zakazdır. Şöşü, mənim beynimi qızdırma, ha. Gedim mən deyəm, buradan gedim çəkotu alım. Mənim beynimi başı xarab olur. Ana, çəkotu çay istəyirsiniz? Biraz soxat. Ana. Birini də at. Hadi birini də at. Hadi dedim, birini də at. Olur, arada bunu da tutması tutur, fəlakətliyi tutur. Sınav fikir vermə. Şəmə pərvanə mənəm, dəli divanə mənəm, qəlbi qəmxanə mənəm ya. Bu qədər olmaz imkan. Ne de Şöşü? Ağzım dilim kuruyor be. Kartala bak he. Neler konu be. Gəlim. Bir onda gördüm ki tankın lüləyini belə fırladır mənim üstümə. Deyirəm, ay nə qarırsan hə? Ada bax hə. Ada bax hə, tsunami. Aşkım o felaket. Tsunami adaları. Böyle sağlara gözü. Oy öldüm ha. Tsunami mi? Sizin dədənizin adı nə olub? Dədənizin adı? Dədəmin adı qoşçular. Şimşək. Şimşək. Yok ben yıldırım. O annemin adı. Eştirsən mi? Kişi pis günə düşür ve deyir yerimi sal. Yerimi sal yatım deyirəm ay. Düz deyirəm, uca geçdi. Dur, ha Şöşü, dur. Gəlin eləyək hörməti Gəncə və gəncəllərə. Çatdı sözün qüdrəti Gəncə və gəncəllərə. Gəlin eləyək hörməti Gəncə və gəncəllərə. Çatdı sözün qüdrəti Gəncə və gəncəllərə. Siz hara, bura hara, mən obyekti hara. Mübarək da Şirin, mübarək. Mən bilmirdim, sən belə interesli işlərin var şəhərdən kənar, hə. Sözün düzü, gəlməyimizin məqsədi, bu, indi bilməm xəbərin var yoxsa yox, bu bizim giz fəlakəti yoxdurmu? Qohum, hə, ondan atası nəsə yola getmirlər. Hala, bir dənə deyək, bir dənə onları qoyaq qırağa. Mənim restoranıma gəlmişsiniz, dostlarım gəlir, əzizlərim gəlir. Burada bir dənə yeməklər, qırığın restoran üstündə, qırığın. Buna gülmək üçün, yox, qırığın, açma. Burada bir dənə yeməklər, mənim mangal ustam var, mangal ustam. Nə? Nizami, mangal Nizami. Burada bir dənə yeməklər pişirir. Bu eşlərsən, bağırsaq şababı. Çoxlu şabab, adlandı, çoxlu şabab. Ne çabuk? Gəl bura. Bu ne de? Deməli, azlatdım, qoy bura. Qırıqın, bir daha mı dadına bax. Bu ne de? Sağ ol, ay Bəyram. Ay sağ ol. Gəl tanış olsun. Gəl otur. Bir daha buna bax, bir daha mı sətim bax. İndi sen bir dakika diyorsun da yeme. Ne olub ki? Sonra bu şotta götürüp yazacak oraya geldiğinde onu da. Özümüzünkidir. Ana şot nədir, əcib dana, dostlarım gəlir. Bu söhbət etsən mənlə, ayıb, qıç para. Ne olub? Çəkər dostum. Emelli başlı. Otur, sən maşallah. Çalaftan getir gel. Eşidirsənmi, ay Şirin? Bunun bir antrikot adı yoxdurmu? Sən bu harasıdır bu? Yeni də yedirirsən bizə. Ana antrikot nədir? Antrikotları mən yadlara verirəm, qıraqlara verirəm. Dostu tanışa, çoxlu kebab. Nə kebab? Kebab. Çoxlu kebab. Çoxlu kebab. Bir dənə eşidirsən?
Kələfurə dadı var ha, çox belə qeyri-adi. Kələfurə. Eşitsən, Şirin, sən indi eşitmiş olarsan da bu fəlakətin dədəsi tsunami gəlibdi. İndi sən də qıraq adam deyilsən da, sən də indi özümüzünsən da, özümü tutmusan, restoran. İndi sən də bəlkə bir söhbətə müdaxilə edəsən, bunu bir mirni məsələni həll eləyək getsin. Ala bunlar gizlilər, bunları hamı tanıyır da. Gündən bir günü tsunami ilə fəlakət, oturdum burada, söhbətdə düşmüşdü. Bu tarafını qoydum, gizlilər, işlər, onlar nə? Nə? Piyar. Piyar. Verin mənim hərəsindən bir dənə bıçaq, bir dənə balta. Qırdılar bir-birlərini. Bunun yolu budur. Ana bunlara bazar bax, bunlar gizlilər də. Fəlakət bilmirsən. Xəstə adamlar. Ay kişi, balta nədir, bıçaq nədir? Bu söhbəti mirni həll eləmək lazımdır. Bu bizi yaraşmaz. Heç kimsə çıxartsın qohumlarımızdan bir-birinə bıçaq atsın. Nə qayıtsın? Sən də necə də o? Bir də var bir dənə. Çoxlu kebab, adlandı. İnanırsan, kələfurə dadı var. Bunun içinə ot sat doldurmuşsunuz. Belə qeyri-adi məsələ. Manqa nizamlar işi belə. Başı bir də əlləli. Ayaq əlləli. Yox, lazım. Nədə? Bunun nəsə intiresin tadı var. Demirəm, içinə göy-göyərti doldurublar. Kabab olub başqadır. Amma yox, heyvan özü belə ot deyib də, onu qoyun, hə. Bağırsağı boşaltmamışam, təmizlətirməmişəm axı. Dadı qalıb olsun. Budur da. Motorlar da ondadır da. Yəni görmür, ha. Bağırsaq nədir, ha? Təmizləməmişsən sən bağırsağın için. Çoxlu bağırsaq budur da, be. Dediniz, bayaqda nə danışıram? Sən nə danışırsan? Sazlıqda verməliyəm. Sazlıqda ver, təmizləməm. Budur da. Şirin müəllim, bu qulaqlara tak itə. Ana qulaqları itmiş atırsan, budur dostlarım, tanışlarım gəlir. Qulağa bax sən gəlir. Kes onu quzardan gəlir. Qulağa bax. Alo, eşidirəm indi kimi. Ana gəl qıza bunu. Qulağa at. Cişdi bu, dəlidir bu. Qulaq başın xarabdır. Dağılım, sonra sənədən qoyunun bütün atılan yerlərini bizə yedirirsən. Sən cişsən. Ay çocuğu. Ay çocuğu. Şansı. Abi signalla göre onu. Ay aksakkal. Aksakkal. Ay aksakkal. Çık da. He. Signal verdik. Evdesən mi? Yok. Kapı bağlıdır. Gelmeyin. Ay gelin. Alınmadı. Aksakkal. Salam aleyküm. Gelin buradan. Tamam ne yok? Salam. Korkuzlarsan yavaş. Aksakkal. Sen hara, bura hara, bu putulkadan ev hara. Elə eşitdik elə içəri şəhərə girən kimi dedilər, Aksakkal o putulka evdə qalır. Bütün evləri axtarmışıq, hər yeri axtarmışıq. Sən mənim canım, bu nə məsələdir ay Aksakkal? Bu ev mən atamdan qalıb. Atamdan qalıb. Bu evi elə o vaxtı kalister olmayıb. Ona görə atam bütün benzini putulkalarda saxlayırdı. Mən də o putulkalardan ev tikdim, özüm yaşayıram içində. Elə bunlar nəsillikcə deyəsən belə. Aksakkal. Bu evin elə divara putulkadan da yoxsa... Yox. Mən putulkadan kreslom da var. İndi birazdan keçəndə oturtturacam səni o kresloya. Rahat ol. Danışma, Aksakkal adam. Rahat kreslodur. Yaxşı, Aksakkal. Həmişə belədir. Bax, yaxşılıq eləməzsən. Kreslo deyirəm sənə. Pis şey dedim. Aksakkal tutub alıb gəlmişik. Nə gəlmiş? Bax, nə istəyirsin? Nə işə gəlmiş? Mən bir xoş gəldin elədin, xoş üzünü göstərdin, nurlu üzünü göstərdin. Biz də qoy imkan ver, deyək də nəyə görə gəlmişik. Bizim bura gəlişimizin məqsədi tamamilə başqadır. Sən özün bilirsən ki, bizim aramızda elə bir münasibət var ki, sən yasın ola, biz o yasa gəlmərik. Ay sağ ol. Yəni açıq deyim də, burada nəyə gizlədirik ki? Sən özdə bu qonşuluqda yəni elə bir hörmətə malik adamsan ki, elə bir axsaqqalsan ki, sənin yasına gələcək adamlar hava şəraitindən asılıdır. Yəni qar yağdı, axsaqqalın yası batdı, heç kim gəlmədi. Aysa, bura əslində bir iş var, bir xeyir işimiz var, onun üçün gəlmişik. Aksaqqal, bu toyuğu niyə belə buraxırsan çölə? Açı, mən bax, ayda bir dəfə pensiya alıram, düzdür? Mən ondan necə dolanacam, heç cürə. Bu toyuğu buraxıram çölə, qonşu görür ki, toyuq xoruz, hop, sır aparır pişirir. Gördüm ki, pişirir, getdim polisə reski, ərzə yazıram ki, toyuğumu oğrayıblar. Belə 5 manat, 10 manat pensiya kimi qazarım. Buna bir şey eləymiş ki. Arada yəni pul satmayanda eləyirəm. Belə işlərin də olur. Yaxşı. Gəl belə eləyək də, sən gəl bu qara işlərindən əl çək. Gəl, bizə bir axsaqqallığını göstər, bir köməkliyini elə. Nədir, problem nədir, bir başa sal görüm. Problem yoxdur, əslində xeyir iş üçün gəlmişik. Nədir? Bəli, xeyir iş. Deməli bizim bu fəlakət yoxdurmu? Yox. Nə? Yox.
Payladın çayma burada. Qalın. Hadi yaxşı da, axsaqqal. Fəlakət. Yaxşı, yaxşı bu. Qoysa, nə olur? Axsaqqal. Bax bu fəlakətin. Yaxşı da yaxşı. Fəlakət demə. Yaxşı, bu debil, bu debil. Ay sağ ol. Bax elə bir şeylər. Tupoy başqa. Ay sağ bu debil o vaxtı atası ilə indi torpağı bölə bilməyiblər, nətər olub, nə qayırıb, bu götürüb bütün torpağı keçirdi öz adına. İndi dədəsi gəlib, o da ki, nə bilim, baxırsan üzü nurlu kişidir, bazburutlu adamdır. Gəlib indi deyir ki, bəs o torpaq məsələsində Ayşə, siz də bir köməklik eləyin, bu fəlakət özünüz bilirsiniz nətər gizin biridir, torpağımı vermir. Ona görə də deyirik ki, bir axsaqqal kimi gəlib bəlkə bir məsləhətlərindən mi deyim, nə bilim, yaxşı bir söhbətlərindən mi deyim. Axsaqqalla bir sinifdə oxuyub da, tsunami. Tsunami'dən o fəlakətin atası. Yad var üstü, bizim kimi deyirsən. Ay sağ ol. Birincisi, axsaqqal bir söz desin. Ay sağ ol. Birincisi, o Tupoyun, debilin atası özü normal insan olsaydı, normal ağlı başında olan bir insan olsaydı, onun elə oğlu olmazdı. Razıyıq. Deməli, günah onun elə tsunamisindədir, dədəsindədir. Düzdür? Bəli. O nəsildən gəlir. İkincisi, sizin özünüzün də o xeyir işdən nəsə bir xeyriniz olmasaydı, siz maşenlikdən gəlib o işi qurtaramazdınız. Səhərdən axsaqqal deyirəm, xeyir iş üçün gəlmişik. Bilir. Bəs indi bizim də ailəmiz var. Biz də indi oradan 1-2 sot torpaqdan indi biz də özümüz sırası eləməliyik. Elə belə. Sizin danışdığınıza görə sizdən xoşum. Sevmiş pulu, benzin pulu çıxmalıdır. Sağ, biz danışırıq. Yaxşı, onda axsaqqalın da burada bir xeyri olmalı, düzdür? Düzdür. Bir şərtlə gedirəm. Gedirəm sizdən bir şərtlə. O rəqqası Aksana var. O rəqqası Aksananın nömrəsini mənə versəniz. Axsaqqal. Suvalı çaya bu kişi. Rəqqası Aksana yox, amma Aytənin nömrəsini təşkil eləyə bilərəm. Ya, Aytən yox. Onun üçün məndən tutma da. Ona nə deyirsən elə deyir, əvvəl o maddi kontur göndər, sonra nə bilim, nə şəklini alazım. Aksananın nömrəsini mən... Tolikin nömrəsini verim, məsələni həll eləyəcəksən. Dəcil güzəlsələr, Salih Maliklər ha. Salih, axsaqqal adamam, əmək veteranıyam. Bax, sən mənə Aksananın nömrəsini verməsən, sizin ikinizin də nömrəsini verəcəm Əlimir Əliyevə. Baxacım, gəl. Sən mənim beynimi xarab eləmə, torpaqsan. Atamsan, səni vurmuram, beynimi xarab eləmə. Fəlakət, sənin boynumu yerə qoyur. Ağzını danışığın bilər, fəlakət. Atamla belə danışma. Vur onu, çalasından. Beynimi xarab eləmə. Dədəqə torpağıdır. Ay, nə olur? Mən beynimi xarab eləyirəm. Ay fəlakət. Axsaqqal bir sən də Bu tupoydu, bunun başı satmır, oğlumdur da. Sənin oğlundur. Ay, tupoydu sən başa sadıra. Deyil, tapdım. Balta, bıçaq, gəlin bıçağı. Götürdü bizi. Bu da balta. Baltana da ara gir içəri adal da. Balta tsunami. Balta. Sən o keçən dəfə mənə demişdin ki, o atan ölsə torpaq kimə qalacaq? Mənə qalacaq. Düz demişsən. Fəlakət. Beynimi xarab eləmə, söz deyirəm sənə. Yaxşı, şaşı. Sən mənim üçün ölmüsən. Başa düşdün, sən mənim üçün ölmüsən. Mən ölmüşəm. Torpaq mənə qalıb. Mən beynimi xarab eləməsən. Fəlakət. Mən beynimi xarab eləməsən. Deyəcəksən, söhbət gedir, bir dayanın. Adam özündən böyüyün üstünə bax belə ağ olmaz. Səndən böyükdür, bu adam bura danışdı. Harası böyükdür? O gün durmuşdum. Boyumuz deyinidir. Özdə yaxınlarda öyrəndim, məndən 1 yaş balacadır. Məndən 1 yaş. Mən nətər atdım? Utanmırsan, dədənə söz qaytarırsan. Mən niyə utanıram? Mən niyə utanıram? Dədəm utansın ki, mənim kimi oğul var. Mən niyə utanıram? Bir dəqiqə, bu söhbəti belə həll eləmək olmaz, dava qırığından yox. Bunu ancaq şirin dillə, söhbətlə həll eləmək. Ay, axsaqqallar şirin dil bir şey saldı. Nə də? Nə şirin dil, nə danışırsınız? Ay fəlakət. Bu torpaq kimindir konkret? Torpaq kimindir? Torpaq kimindir xəbərim yox. Torpaq mənimdir. Nətər oldu səndə torpaq səndə? Nətər oldu? Torpaq mənimdir. Torpaq mənimdir xəbərim yox. Ay tsunami dayı. Bu torpaq kimindir konkret deyəndə sən böyüksən indi bizim hamımız. Mənim denən fəlakətin canı. Fəlakət deyiləm, mənimdir. Nətər səndə? Mənimdir. Mən beynimi xarab eləmə. Yekət kişi sana. Qırtda, baltana da adal da. Sən də qırmama. Baltanasın girsin içəridə adalsın. Nə? Balta tsunami. Mən beynimi xarab eləyirlər. Tsunami, yekət kişi sana. Bir ayala dur da. Yekət kişi sana, buna oğuldu böyütmüsən, tupoydu, nədir bu baş satmır. Bu cür oğuldansa sənin internetdə tərbiyəsiz şəkillərini yükləyən qızın olsaydı ondan yaxşı. Axsaqqal sözü deyil. Yaxşı qutarın, dalaşmayın, bəstirin. Ayıbdır. Siz nə gəlsiniz burada? Buyur. Vay, siz kimsiniz qardaş? Qardaş deyəsən burada Nə yaşayanlardandır. gəlsiniz burada? Ay bir dəqiqə bir Nə göz. bölünməz Ay bir dəqiqə bir gözdə də sözümüzü deyək də bu. Bu ata oğul fəlakət. O mənim atam candır. Yaxşı, fəlakət.
Hə, qardaş, bunlar ikisi indi bizi yəqin tanıdı, Şəmi ilə Şöşü. Biz Bakıdan durub gəlmişik ki, sağ ol. Bakıdan durub gəlmişik ki, bunların bu torpaq söhbəti var ortada. Bu deyir mənim torpağımdır bura, bu deyir mənim torpağımdır. Nə bilim ev tikiblər orada, biri buradan. Bu torpaqdan yol çəkiləcəkdir. Yol. Bu torpaq heç kimin torpağı deyil. Sən karsan, deyir ki, burada yol çəkiləcəkdir. Çəkiləcəkdir, bu deyir ha. Qoyun qapazı başıma, gözündən xırda pullar tökülsün. Ay, gizli mənim torpaq bizimdir. Belə nə deyəmin ha? Durulmasın bana. Durulmasın bana. Aposu var ya. Şöşü, bax, axırıncı dəfə olsun, məni bax, belə gic-gic, düşük söhbətlərə sən deyirsən ki, gedək, oturaq söhbət həlliləyək, milyonlar qazanaqına. O haran qoduq-moduqu da gəlib mənə ilə tutur, belə çıxardır bayrağı ki, çıx bayrağı, nə bilim, nə qayır, nə. Prosto mən hardan bilim ki, bu tupoy fəlakətin torpağı yoxdur, yalandan deyib. Atası da gəlib, Akasya tsunami ondan da tupoydu, hə? Hə, bunlar sənə demişəm ki, bunlar nəsillikcə belədir. Bir normal insan uşağın adını fəlakət qoyar. Adam nə bilim, bunun dədəsi də belədir, mən hardan bilim, ay Şəmi? Axırıncı dəfə olsun, bax, keçən dəfə də deyirsən ki, gedək, nə bilim, orada söhbət var, nə bilim, 500 min pul var ortada, nə bilim, nə var, hansısa, nə bilim, rəqqasə oturub Saçsalanın qabağında oriental oynayıb. Mən uşağam, sənin üçün gedib o söhbətə eləyim. Nə bilim, hansısa rayonda qaz götürüb, qara yumurtlayıb, nə qayır, mən neyiniyim, hə? Mən zooloqam, bioloqam, nəyəm? Hə, Şəmi, mən nə bilim, axı, mən hardan bir belə? Bəs tutar, hə, Şöşü, tutar belə söhbətləri. Alo, hə, Şöşü də eşidirəm. Nə məsələ? Rayondan deyir. Yox. Yox, 50'nin 50, yox. Ancaq 90'ın 10'a, 90 bizə, 10 sizə. Nə söhbətdir? Hə, gəlirik, qardaş, gəlirik. Getdik, ay Şəmi, pul var, ay kişi. Milyonluq söhbət var. Şöşü, Şəmi, bax, sən öl, mən ölüm, milyonluq söhbət var. Yaxşı, Şöşü, bax, bunu da deyirdin sən milyonluq söhbət. Hə, gəl bana, bu çəkurtu uzat, getdik. Bax, bir dənə söhbət. O əlindəki də yığışma eləmirsən uşaqda da, Şöşü, mən bilmirəm, yox, əlindəki yığışma. Vardır hər bir yerdə hörməti, tapdı Şəmi şaşıb fəlakəti. Yıxsın qohumları, qardaşları, cavanları, qocaları, taytuşları. Yenə min bir olay hər mövsümdə, yanarda, yaşarda, ya da şəhərdə. ATV edəcəkdir bunu sizə görə, baxsın hər kəs gülə-gülə. Söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Mən doğumdan Bozbaş Pictures təqdim edir. Söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Zəng gəldi, bastım da bunu da. Satılmır o. Qalx. Biraz da yuxarıdayım, qalx.